Allah göstermez. Cihası Müslümanı da öldürüyorlar. Müslüman avladını koymuyorlar burada. Hepsini öldürüyorlar. Bir bile uşağım erkek yaşında, bir man bir oğlum vardı. Kucağımdaydı. Geliydi, tutuyordu, yürüyordu. Bu Urmiye'de olan soykırımı idi. Ancak Urmiye ve Həmədan millətinin qəhrəmanını heç tanıyan vardı mı? Urmiyalıları ve Həmədanlıları 1. Dünya Savaşında Rus, İngiliz, Aşur, Erməni ve Kürtlərin əlindən qurtaran adama göre buraya dek bize çok az danışılıb. Əli Ehsan Sabit Paşa adı çok az deyilən bir qəhrəman idi ki, Azərbaycan türklərini 1. Dünya Savaşında Məsihi düşmənlərinin qarşısında birləşdirdi. Osmanlı generalı olan bu şəxs 1918-ci ildə Həmədan millətinin Osmanlı sultanından yardım istəməsindən sonra o bölgəyə Rus və İngilislərin qarşısına savaşıb və böyük qazancılar ələ gətirdi. Halı Britaniyalı general Əli Ehsan Paşa'ya göre yazır ki, bu şəxs Həmədanda çox məhəbbət görmüşdü və Həmədanlılar və özəlliklə Qaragözlü Əfşar türkləri Osmanlı qoşununa qoşulub bu şəxsin fərmanı ilə öz yurtları üçün döyüşmüşdülər. Amma Əli Ehsan Paşa'nın Azərbaycandakı dastanı burada bitmir. Neçə müddət sonra Ənvər Paşa o səmti Urmiye cəbhəsinə göndərilir ki, bu seridə Aşur, Erməni və Kürt birləşmiş mütəcavüzlərini dalıya çəksin. Rusiya, Britaniya və Fransa üç yandan bu mütəcavüzlərə Urmiyədə rəhbərlik edib və yazılmış tarixi əsnada görə 250 min nəfərdən artıq türkü indiki Qərbi Azərbaycan bölgəsində soyqırım etmişdilər. Əli Ehsan Paşa qoşunun Urmiyəyə gəlməsi ilə tüm solmuş ümid könülləri yenidən çiçəkləməyə başladılar. Əli Ehsan Paşa Azərbaycan milləti ilə birlikdə Urmiya, Xoy, Salmas, Sulduz və Maku və Çaldıran şəhərlərində Məsihləri və Kürdləri qovub və bu bölgəni yenidən azad etdilər. O zamandan Azərbaycanlılar Əli Ehsan Paşa və onun əskərlərini məhəbbətlə yad edib və onlara görə şeirlər oxuyurdular. Azərbaycan türkləri və Qacar vəliəhdi Məhəmməd Həsən Mirzənin israrı ilə Ənvər Paşa neçə gün Təbrizə də gəldi və Təbrizlilər onu böyük bir ehtiram və sevinc ilə istiqbal etdilər. Fəthəddin Fəttahi onu Nicat fəriştəsi adlandırır və hətta Əhməd Kəsrəvi də onun böyük təsirindən Urmiyə və Qərbi Azərbaycanın nicatından danışır.